Bir qrup insan onu maarifçi kimi tanıyır. Bir qrup insan deyir ki, din düşmanı idi. Bir qrup insan orta yol tapmaqdan ötürü deyir ki, o əslində dini tənqid eləmirdi, xurafatlarla işi var idi. Biz də insanların dedikləri ilə kifayətlənməyək deyə oturduq, adamın öz kitablarını oxuduq, öz xatirəsini və xanımının onun haqqında xatirələrini. İndi onun haqqında əvvəlcə müsbət olanları deyəcəyik. Daha sonra din haqqında yüngül bilgisizliyi deyək, izah eləyəndə başa düşəsiniz nə demək istədiyimi. Özünün səmimiyyətlə etiraf elədiyi qeyri-səmimilikləri var, onları deyəcəyik. Axırda da hansı cəhətlərdən nümunə götürülə bilər ki, mən məsələn hansı hissələrdən nümunə götürürəm, onları deyəcəm. Əvvəlcə başlayırıq ki, din barəsində fikirlərindən. Bu xatirət kitabının yarısı, bəlkə də yarıdan çoxu sırf uşaqlıq travmalarıdır. Zorla ibadət elətdirirlər və s. onun haqqında fikirlərini deyir. Sonra ortada bir şey deyir. Deyir ki, bax insanlar bu qədər ibadət eləyirlər, amma yağış yağmır, quraqlıq olur. Əgər bu qədər ibadət eləyirdilərsə, nətər olur ki, yaradıcı bunlara yağış vermir? Bu əslində xurafat bir fikirdir. Bilirik ki, bütün səmavi dinlərdə edilən işlərin, ibadətlər olsun, başqa yaxşı işlər olsun, hamısının mükafatı və ya cəzası öləndən sonra verilir. Səmavi dinlər buna inanır. Buradan baxıb görürük ki, din fəlsəfəsini çox da bilmirmiş. İkinci məsələ qeyri-səmimilik deyəndə yenə öz kitabında yazır. Deyir ki, insanlar vəfat eləyəndə gedib cənazə namazı qılırlar. Deyir ki, mən uşaqlığımda moizələrdən eşitmişdim ki, bunu eləmək yaxşı bir şeydir. Sonradan böyüdükcə daha artıq fikrini dəyişib və deyir ki, mənim kimi başqa maarifçilər də, ziyalılar da var ki, onlar insanlar onları tənqid eləməsinlər deyə məcburən gedib orada dururlar namazda. Bu məsələ mən ona yaraşdırmazdım ki, bu qədər tənqidçi bir insandır, amma insanların fikirlərindən çəkinib istəmədiyi bir şey eləyir. Nəticə olaraq onun yazdıqlarına necə yanaşmaq lazımdır? Maarifçilik fəaliyyəti öz yerində, birazdan yenə gələcəm ona. Amma din haqqında yazdığı fikirlərdə biraz bilgisizliyi, biraz o qeyri-səmimilik dediyim hissə idi. Bir də tamamilə emosionaldır. Çünki kitabın yarısı dediyim kimi uşaqlıq travmalarından yazır. Bu da onda dinə qarşı bir ikrah hissi yaratmışdı. Nümunə götürüləsi tərəfi var şəxsən mənim üçün. Tiflisdə olanda deyir ki, erməni qəzetləri var idi, özlərinin mətbəələri var idi ki, çox oxunurdular. Azərbaycan dilində qəzet yox idi, ona görə onu çıxartmağa çalışır. Təbrizə gedib orada Molla Nəsrəddin çap eləmək istəyəndə yerli rəhbərlik buna deyir ki, fars dilində çıxart qəzeti. O da deyir ki, nətər olur ki, burada 4 dənə erməni dilində çıxan jurnal var. Siz onlardan onu tələb eləmirsiniz, məndən eləyirsiniz. Nəticədə jurnalın tamamı Azərbaycan dilində çıxır. Bizim gördüyümüz işdə tam olaraq eyni olmasa da təqribən eyni xarakterdədir. Çünki işdən sonra gəlirik, istirahət əvəzinə sosial mediaya video çəkirik. Niyə? Sosial media bir zamanlar zibilliyə çevrilmişdi. Göstərmək istəyirik ki, bax, yaxşı mövzulardan da danışıb, ədəbsiz zarafat eləmədən də video çəkmək olur, məlumat verici videolar paylaşmaq olur və bunlar da 10 minlər, 100 minlər baxıla bilir. Bu cür videoların müddəti qısa olduğuna görə mümkün qədər müxtəsər formada və sürətlə danışıb fikirlərimizi çatdırmağa çalışdıq. Daha detallı məlumatlar üçün özünü oxuya bilirsiniz. Xatirat kitabıdır. Bu Mirzə Cəlil haqqında ikinci videomuz idi. Üçüncüdə Həmidə xanımın onun haqqındakı xatirələrindən danışacağıq. O bizə ən çox təsir edən hissə idi. Onunla da Cəlil Məmmədquluzadəni bağlayıb keçəcək başqa bir şəxsə, onu da növbəti videoda elan edəcəyik.